Deməli video çəkirəm. Bu video nə üçün olacaq onu sizə izah edeyim. İlk öncəliklə bu farmazin tozudur. Kış ayları geldi, kuşlara farmazin tozu alın, baytar aptekində olur. Mən 3 manatlıq almışam. 3 manatlığı 20 litr suya qatıram. 3 manatlıq əslində 30 litr suya qatılır. 20 litr suya qatıram. Bunu alın, kuşlara gündə nə qədər su içir. Bax, bu qaydada hazırlayın. Təmiz su varsa, bizim buranın suyu təmiz olur. Doldurun bunu. Emiş sevidrasıdır. İçi kraska olsa da içi təmizdir yani. Təmiz. 20 litrelikdir bilmirəm. Yani alın kuşlara, içirin bunu. Gündə nə qədər su içir, o qədər qabağına gün dəyməsiyə də qoyun, bunu hazırlayıb. Hər gün götürüb bundan içirin kuşlara. Kuşlarınız görəsiniz necə gümrah olur, necə divjeniyalı, qızğın olur. Yani xəstəlikdən qorunur. Xəstəlik dəymir kuşlara. Çox gözəl bir şeydir bu. Məsləhət görürəm. Mən baş düşdü 3 il bunu işləmirəm. Lazım oldu alıram. Yani məsləhət görürəm ki, sizə bunu siz işlədin.